Salam həkim, boru hamiləliyini laparoskopik üsulla boru götürülmədən 5 həftəlik hamiləliyi təmizləmək olurmu? Zəhmət olmasa bizi məlumatlandırın. Boru hamiləliyini, bəli, bugün müasir dövrdə 2 üsulla sonlandırırıq. Ya hamilə qadın vaxtında müraciət edirsə, ümumiyyətlə cərrahi əməliyyata əl atmadan müəyyən iynə vasitəsilə sonlandırırıq, əgər vaxtında müraciət edibsə, ya da laparoskopik üsulla. Bəzi hallarda boru partladıqda, daxili qanaxma çox olduqda artıq açıq əməliyyat belə gərəkə bilir. Laparoskopik üsulla borunu saxlamaq təəssüf ki, əksər hallarda, %95 hallarda mümkün olmur. Çünki boru çox nazik, çox incə bir orqandır. Yalnız istisna 1-2% hallar var ki, hamiləlik borunun qarın boşluğuna açılan ucunda fimbriyalar nahiyəsinə çox yaxın bir yerdə baş verir. O zaman onu itələyərək, sanki boru ucuna gətirərək qarın boşluğuna salmaqla borunu saxlamaq mümkündür. Amma yenə də bu borudan sizə gələcəkdə nə dərəcədə yetərli bir boru olacaq, funksiyasını nə qədər icra edəcək bir boru hamiləliyindən sonra o da böyük bir sualdır. Yəni əksər hallarda laparoskopik əməliyyatlarda saxlamaq mümkün olmur. Ən yaxşısı vaxtında bu hamiləliyin iynə ilə sonlandırılması, cərrahi əməliyyatdan qaçınılmasıdır.